Gəzəyən kişinin qızını almaram. Almaram, şəxsən getmərəm. Mən onun genetikasını şübhə eləyirəm. Bu genetikada mənim nəvələrim olacaq. Gəldi bu nəvəmin biri qız oldu. Babası da məlum məsələ. Bir dənə ətək buraxmayıb. Belə niyə bəs deyirsiniz ki, anası problemli olan qızı almıram? Mən anasına bax, qızını al məsələsində. Elə hazır atasına baxım, qızını alım da. Elə olsa evdə qalaram. Bax qızım, 23 xromosom bundan götürmüşəm, 23-dən də bundan. Elədi 46. Yarı hissəm atamdır, yarı hissəm anamdır. Niyə düşmüsünüz bu qadını? Niyə yenə qadın linçlənir? Elədir. Bəs niyə deyirsiniz qız nəvəm olsa? Onlar nəvəmsi olsa? O da həmən şey. Prosta o bilirsiniz nə olacaq? Yenə cəmiyyətin dediyi kimi də Onlar öz silahı ilə alır. onları əcib yoxdur. Onlar üçün deyirəm ki, bu qız olacaq, qız nəvəm. Sonra başlayacaq belə anasını, belki babasından keçib elə. Niyə kişiyə eyib yoxdur? Bu nə ilə göydən qızıl zəmbilindən düşüb? Bu kim bu ixtiyarı verib ona ki, ona eyib yoxdur? Var, çox yaxşı da var. Bal kimi də var. Bu fikir çox absurddur. Nəyə görə? Qızın nə günahı var? Bir qız övladının nə günahı var? Onun atası belə deyirik də, yəni spirtli içki içəndə, aludəçisidir. Yəni belə deyək də, alkaşdır. Bir qızın nə günahı var ki, atası tərbiyəsizdir, əxlaqsızdır, 10 nəfərlə ailə qurub, 10 qadını aldadıb. Məgər evladlar buna görə günahkardırmı? Ən çox da qız uşaqlarını nəzərdə tuturam. Bundan öncə də bir aparıcı xanım demişdi ki, atası olmayan bir qızı mən oğluma almaram, oğlum olsa. Sonra məlum oldu ki, onun qızı var. Heç oğlu da yoxdur, heç əri də yoxdur. Və bəziləri dedi ki, ümumiyyətlə bəzi ifadələr işlətdilər. Mən dəhşətə gəldim də. Yəni, belə adamlar ağıldan, tərbiyədən, əxlaqdan danışır ki, sonra araşdırma aparırlar. Mən aparmamışam, lazım gələndə mən də aparıram və baxırıq ki, o sözün arxasında onun özünün çəkə bilmədiyi ağır bir yük var. Töhmət, tənə, danlaq, nələr. İndi bu xanım gözəl danışdı, gözəl ifadə elədi fikirlərini, amma yenə də deyirəm xanım, əzizim, heç bir qız atasına görə cavabdeh deyil. Biz neyiniyək ki, ata içəndir, küçədə yatandır, əxlaqsızdır, tərbiyəsizdir, hər kətdə, hər rayonda, hər məmləkətdə bir qadını var, bir uşağı var. Neynəsin, bu qızlar ailə qurmasınmı? Bax, yenə də deyirəm, bu fikir absurddur. Gəlin, biz qız övladlarını tərbiyəsiz ananın, tərbiyəsiz atanın suçuna atmayaq, günahına atmayaq, əksinə onları dəstəkləyək. Var, belə atalar var ki, onların qızları təhsil alıblar, ayaq üstə durmağı bacarırlar, hansısa yüksək postda əyləşib.